Quran və sünnəyə əsasən bir kəsi yalnız Allah üçün sevməlisən. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir, 4 şeyə görə qadınla evlənməyə dəyər. Var dövlətinə görə, əsil nəsəbinə görə, gözəlliyinə görə və bir də dininə görə. Çalış, dindar olanı seçəsən, yoxsa yazıq olarsan. İlahi hədisdə uca Allah buyurur ki, mənim xətrimə bir-birini sevənlərə mənim sevgim vacib oldu. Qeyd edim ki, sevgidə ifrata varmaq qadağandır. Uca Allah buyurur, mən cinləri və insanları ancaq mənə ibadət etmək üçün yaratdım. Qəlbimizi Allah sevgisindən boş saxlamayaq, yoxsa şeytan ora dünya sevgisini yerləşdirər. Uca Allah buyurur, qoy bu dünya sizi aldatmasın, tovlayan şeytan da sizi yoldan çıxartmasın.